Salam, hər vaxtınız xeyir. Hər birinizi xoş gördüm. Dünən baş verən çöküşün ardından Trumpın tariflər gətirməsi ilə bağlı çöküş baş verdi və bu istər SPX-də olsun, S&P 500-də olsun, istərsə Nasdaq-da böyük satış dalğalarını gətirdi və dünən altcoinlər demək olar bir çoxu sıfırlara yaxınlaşdı. 4 dollarlıq altcoinlər 0.01-lərə yaxınlaşdı. Yəni dünən tarixdə ilk dəfə baş verən bir hərəkəti biz müşahidə elədik. Ümumi olaraq birjanı incələyəcəyik. Altcoinlər, S&P 500, Nasdaq indekslərini incələyəcəyik. Demək S&P 500 indeksinə baxanda keçən dəfə qrupda analizin verdiyim 4500 bölgələrindədir hal-hazırda. Orada özünə dəstək tapıb bir müddətdir. Amma mən bu çöküşlərin biraz daha uzun müddət çəkə biləcəyini düşünürəm. Çünki keçən dəfə tarifləri yadımda salsa 3 gün arda-arda düşüş baş vermişdi və bizim bu nöqtədə əsas dəstək bölgələrimiz olaraq baxa bilərik 6300 bölgəsinə. Burada dəstək olaraq çıxış eləyə bilər. 6300 və daha aşağı qırılarsa 6200 bölgələri bizdə dəstək rolunda çıxış eləyə bilər. Əgər böyük düşüş davam edərsə. Nasdaq indeksinə baxaq. Nasdaq indeksində də eyni şəkildə düşüş baş verib. Burada gözləntimiz almaq istəyəcəyimiz bölgə əsasən biz baxa bilərik burada 22900, 23000 bölgələrinə. Burada Nasdaq-a yenidən giriş eləyə bilərik. Amma S&P 500-dən fərqli olaraq Nasdaq-da düşüşlər biraz daha dərinləşə bilər. Çünki əsasən texnologiya hissələrdir və burada texnologiya hissələrində bəzi hissələr balonlaşma var və bu balonlaşmalar əgər indi yoxa çıxacaqsa, Nasdaq-da daha dərin düşüşlər görə bilərik S&P 500-ə nisbətən. Bitcoin-ə baxmaq istəyirəm. Bitcoin 124 min səviyyəsindən 107 minlərə qədər düşdü və hal-hazırda 110 min civarındadır. Bizim burada gözləntimiz nə ola bilər? Bir dəqiqə. 110 min civarındadır. Bizim burada gözləntimiz nə ola bilər? 107 min dəstəyini gəlsin və artıq buradan yüksəlişə davam eləsin. Çünki 107 min dəstəyini də itirsək biz 100 minlərə qədər, hətta 98 minlərə qədər geri çəkilmə görə bilərik ki, bu da bizim istəməyəcəyimiz bir şeydir. Zaten altcoinlər yox olubdu. Biraz daha yox olmasını istəməliyik. Ethereum-a baxacağam. Dünən 3470 bölgələrində mənim işarə elədiyim əslində dəstək bölgəsindən qayıdıb və hal-hazırda Ethereum-da da düşüş var. Orada da əsas gözlədiyimiz bölgələr 3470 bölgələrdir. Yəni də dünənki alım eləyənləri də liq elədikdən sonra bir boğa dönəminin başlanğıcını gözləyirəm mən. Çünki məsələn 2020-ci ildə, 2022-ci il tarixlərinə nəzər salaq. Orada da eyni şəkildə piyasada likvidasiya təmizliyi oldu. Daha sonra yüksəliş başladı. Yenə eyni ssenarionu gözləyirəm və mən dünən bunu nəzərə alıb Ether-Fi'də kiçik pozisiya açdım. Ona da istəyirəm baxaq. Eynən maliyyətim 1.06 bölgəsidir. Hardasa bura bölgədən maliyyətlənə bildim. Düzdür, biraz yüksəlmişdi. Təz dediyim, yəni buradan 10 qat qalxıb, amma yenə də bu bölgələr mənim üçün cəlbedici gəldi. Buradan biraz Ether-Fi aldım. Çünki əgər Ethereum qalxacaqsa və bir boğa dönəmi gələcəksə, Ether-Fi hədəfi 8 dollar, 10 dollar arası gözləyirəm. Əgər əvvəlki boğa döngüləri başlanırsa, bu olmaya da bilər, yaşanmaya da bilər. Amma yenə də kiçik məbləğdə alış eləmək istədim. Daha sonra ən böyük coinlərdən olan XRP-yə baxaq. 200 milyard market capli coin 50% itirdi bir gündə. Bu zarafat deyil. Yəni 1.2 bölgələrinə qədər düşdü, 2.6-lardan və XRP-də də hal-hazırda düşən trend görsənir. Burada dediyim kimi hər şey Bitcoin-lə dayanıb və burada boğa sezonuna dayanıb. Əgər burada boğa başlamayacaqsa nə vaxt başlayacaq? Çünki hər şey, bütün likvidasiyalar təmizlənib və hətta gəlin likvidasiya etməkə baxaq. Burada harda likvidasiya qalıb onları incələyək. Baxın bu hissəni görürsüz. Əsasən bizim likvidasiyamız 11 min bölgəsində göstərir. Bir dəqiqə bunu 24 saatlığa da alaq. 24 saatlıqdır. Eynən baxın bu bölgələrdə çox böyük likvidasiya var. Bu bölgələrin təmizlənməsindən ardından artıq yüksəliş gəlsə çox yaxşı ola bilər. Çünki bu çox normal bir düşüş deyildi. Artıq bir yüksəliş gəlməlidir və sonra baxmaq istədiyim paritələrin arasında altcoinlərdən Render dünən 80%, 82%lik düşüş yaşadı Render. 4 dollarlıq coin düşdü 1.4 sentə. 40 sent oldu coin. Amma burada əslində mən çox kiçik əslində zarafat məqsədli biraz aldım. 60-70% kar elədim. Yəni sırf zarafat məqsədi ilə almışdım o coin orada. Amma yenə də daha aşağı bölgələrdədir. Ola bilsin, indi hal-hazırda nə ssenariyo gözləyirəm mən. Tam olmasa da 50%lik bir hissədə şam doldurula bilər hardasa buralara qədər. Şamı doldurub, geri qalanları da likvid eləyib, daha sonra yüksəliş başlaya bilər və ya artıq yüksəliş gözləməsək biz yaxşı olar. Çünki burada da yüksəlməyəcəksə yenə təkrar edirəm, nə zaman yüksələcək? Hər şey düşür. Bu günlük bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Hər birinizə uğurlar, bol qazançlar.